Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam dəyərli izləyicilər. Bugün sizlər üçün astrologiya dünyasında xüsusi seçilən və taleyin ən çox güldüyü 3 şanslı bürcdən danışacağıq. Ulduzların enerjisi bəzi insanlara bu dövrdə daha güclü təsir edir. Xüsusilə sevgi, pul, iş və şəxsi həyat sahəsində böyük dəyişikliklər yaşana bilər. Əgər sizin də bürcünüz bu siyahıdadırsa, qarşıdakı günlər sizin üçün yeni başlanğıclar və gözəl xəbərlərlə dolu ola bilər. İndi isə keçək ən şanslı 3 bürcə. Birinci şanslı bürc Şir bürcüdür. Şir bürcü bu dövrdə özünü daha güclü və enerjili hiss edəcək. Uzun müddətdir gözlədiyi xəbərlər artıq gəlməyə başlayır. Maddi baxımdan rahatlama dövrü yaxınlaşır. İş həyatında yeni təkliflər və uğurlu addımlar Şir bürcünün həyatına işıq saçacaq. Ətrafındakı insanların diqqəti daha çox onun üzərində olacaq. Xüsusilə ailə və dost münasibətlərində əvvəlkindən daha isti və səmimi anlar yaşanacaq. Şir bürcləri üçün bu dövr özünə inamın artdığı və yeni qapıların açıldığı zaman olacaq. Ulduzlar göstərir ki, bəzi şir bürcləri gözlənilməz bir fürsətlə qarşılaşa bilər. Bu fürsət gələcək həyatlarını tamamilə dəyişdirə bilər. Sevgi həyatında da gözəl yeniliklər görünür. Tək olan şir bürcləri yeni biri ilə tanış ola bilər. Münasibəti olanlar isə daha ciddi qərarlar verməyə yaxınlaşacaq. İkinci şanslı bürc oxatan bürcüdür. Oxatan bürcü üçün şans qapıları bir açılır. Xüsusilə maliyyə və uğur enerjisi bu bürcün üzərində çox güclü görünür. Uzun müddətdir yorulan və əziyyət çəkən oxatan bürcləri artıq rahat nəfəs almağa başlayacaq. Onların qarşısına çıxacaq insanlar gələcək planlarında mühüm rol oynaya bilər. Yeni tanışlıqlar və yeni imkanlar oxatan bürclərini sevindirəcək. Bu dövrdə edilən doğru seçimlər gələcək uğurun əsasını qoya bilər. Astrologiyada oxatan bürcü azad ruhu ilə seçilir və indi həmin azad ruh böyük uğurlara doğru addımlayır. Sevgi həyatında da sürprizlər görünür. Uzaqda olan birindən xəbər almaq və ya keçmişdən gələn bir insanla yenidən qarşılaşmaq mümkündür. Ulduzların verdiyi enerji oxatan bürclərinə güc və motivasiya bəxş edir. Qarşıdakı günlərdə onların üzündəki təbəssüm daha çox görünəcək. Üçüncü şanslı bürc balıq bürcüdür. Balıq bürcü son zamanlar emosional və həssas günlər keçirsə də artıq həyatında müsbət dəyişikliklər başlayır. Xüsusilə daxili rahatlıq və mənəvi güc bu dövrdə daha çox hiss olunacaq. Balıq bürclərinin ürəyindən keçən bəzi arzular gerçəkləşə bilər. İş və təhsil həyatında uğurlu xəbərlər almaq ehtimalı yüksəkdir. Onların yaradıcılığı və fərqli düşüncə tərzi ətrafındakı insanları heyrətləndirəcək. Maddi baxımdan da kiçik, amma sevindirici qazanc görünür. Balıq bürcləri üçün ən önəmli məqam isə ailə dəstəyinin artması olacaq. Yaxın insanlardan alınacaq gözəl sözlər və dəstək onların motivasiyasını daha da yüksəldəcək. Sevgi həyatında isə romantik və unudulmaz anlar yaşana bilər. Bəzi balıq bürcləri həyatlarında yeni bir səhifə açmağa qərar verəcək. Əziz izləyicilər, ulduzların enerjisi hər zaman dəyişir və hər bürc zamanında şanslı olur. Bugün danışdığımız şir, oxatan və balıq bürcləri üçün isə xüsusi bir dövr başlayır. Əgər sizin bürcünüz bu siyahıdadırsa, qarşıdakı günlərdə qarşınıza çıxan imkanları yaxşı dəyərləndirin. Bəlkə də həyatınızı dəyişəcək fürsət sizə çox yaxındır. Videonu bəyəndinizsə, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Ulduzların işığı hər zaman yolunuzu aydınlatsın.